Salam. Bu dəfəki izahımız 6-cı sinif ədəbiyyat dərsindən Kozetta əsəri ilə bağlı olacaq. İlk öncə onu deyim ki, bu əsər Viktor Hugo'nun məşhur Səfirlər romanından verilmiş bir parçadır. Kitabımızda ixtisarla yazılıb, amma çox yaxşı olar ki, əsərin özünü oxuyasınız. Doğrudan da peşman olmazsınız, çünki çox maraqlı bir əsərdir. Baxaq suallarımıza. Uşaqların çətin əzab-əziyyətli həyatından danışan əsərlərlə tanışsınızmı? Belə əsərlər sizdə hansı hisslər yaradıb? Məsələn, 5-ci sinifdə keçdiyimiz əsərlər içərisində Kiş haqqında hekayət var. Burada Kişin başına gələn maraqlı, eyni zamanda çətin hadisələrdən söhbət gedir. Yəni, o kiçik yaşlarından atasını itirir və çox ağır bir həyat tərzi keçirir. Ancaq buna baxmayaraq, öz ağlı fərasəti sayəsində qəbilə başçısına çevrilməyi bacarır. Daha sonra Fərasətli Oğlan əsəri var idi. Bu da Tom Sawyer'in macəralarından verilmiş bir parçadır. Yəni, həmin əsərdən olan bir parçadır. Burada da əslində Tomun, yəni onun nadincliyi, dəcəlliyi, onun daxili dünyasındakı o ziddiyyətlərlə bağlı idi. O, yəni çətin həyat şəraitinin təzahürü idi. Bu əsərlər sizdə hansı hisslər yaradıb? Hansı hisslər yarada bilər? Təbii ki, kədər hissi, eyni zamanda mərhəmət hissi, ədalət istəyi, hardasa ümid hissi yaradıb deyə bilərik. Mətni oxuyun, təəssüratınızı bölüşərkən aşağıdakı sualları nəzərə alın. Əsər sizi maraqlandırdımı? Nə üçün? Maraqlandırdı. Bəli, bunu yenə hər kəs öz fikrini yaza bilər. Çünki əsərdə Kozettanın yəni öz yaşının kiçik olmasına baxmayaraq düşdüyü ailədə yaşadığı çətinliklərdən söhbət gedir. Sonra sizcə daha çox təsir edən epizod hansı oldu? Səbəbini izah edin. Yenə hər kəsin öz bir fikri ola bilər. Mənə ən çox təsir edən epizod oldu ki, yolçu Kozettaya kömək elədi və ona bir gəlincik, istədiyi gəlinciyi hədiyyə etdi. Səbəbi də odur ki, əsərin sonunda, yəni bu hissələrdən aydın olur ki, yolçu ona kömək edəcək və həmin Tenardi ailəsindən çıxmağına kömək edəcək. Və doğrudan da əsərin haricində görürük ki, bu yolçunun adı Jean Valjean'dır. Yəni Kozettaya kömək edir, onu öz himayəsinə götürür. Əsərin sizdə yaratdığı ovqatı necə izah edərsiniz? Ovqat necə ola bilər? Bayaq dediyimiz kimi hansı ovqatı yaradıb deyə bilərik? Yəni, qısaca onu deyə bilərik ki, kədərli, ağır, sonra ümidli, eyni zamanda təsəlli verici bir ovqat yaratdı. Sonra əsərdə təsvir edilən hadisələrin harada baş verdiyini deyə bilərsinizmi? Burada birinci cümlədə yazılıb ki, Paris yaxınlığında Montfermeil kəndində. Yəni, buradan aydın olur ki, harada baş verib. Meyxananın sahibəsi haqqında ilkin təəssüratınız nə oldu? Meyxananın sahibəsi yaraşıqsız bir arvad oturmuşdu, deyir. Şəklini də verilib burada. Sonra onun, yəni, əslində elə xarici görünüşü ilə daxili tamamlanır da deyə bilərik. Sonraki hissələrdən də məlum olacaq. Onun qəddar, rəhimsiz olduğunu görəcəyik. Yolçu qadının övladına münasibəti necədir? Əsərdən fikrinizi təsdiq edən nümunələr göstərin. Yolçu qadın yəni övladını çox sevirdi. O, övladı üçün narahatlıq keçirirdi. Yəni, əslində o, digər anaya və uşaqlarına baxaraq ümidlənmişdi ki, övladını onlara əmanət edə bilər. Ancaq sonradan görür ki, bu heç də düzgün seçim olmur. Burada bax deyir ki, o öz qızını elə hərarətlə öpdü ki, onu yuxudan ayıltdı. Bunu göstərə bilərik, yəni övladını sevməsinin təsvirini kimi bunu göstərə bilərik. Yolçu qadının uşağı necə təsvir edilib, onu təsəvvür edə bildinizmi? Burada var həmin, məsələn, arvadının qucağındakı uşaq 2-3 yaşında olduqca gözəl bir qız idi. Paltarının bəzəyi heç də o bir qızlarınkindən geri qalmazdı. Həmin bu təsvir hissələrini yazmaq olar. Anası Kozettanı nə üçün özülə aparmaq istəmirdi?
Deyir ki, Parisdə iş tapmaq çətin olduğundan onu başqa yerdə, vətənində axtarmağa gəlmişdi. Yəni özünü düşünürdü ki, o uşağını özünlə aparsa iş tapmaqda çətinlik çəkə bilər. Meyxana sahibləri yolçu qadınla necə rəftar etdilər? Onlar barədə təsəvvürünüzə yeni nə əlavə olundu? Meyxana sahibləri, yəni Tenardiya ailəsi yolçu qadının çarəsizliyindən istifadə edib onu soydular deyə bilərik. Çünki onun təklif etdiyi puldan daha artığını istədilər. Hətta qız üçün paltar da istədilər. Kazettadan ayrılan ananın keçirdiyi hissləri izah edə bildinizmi? Əsərdə buna işarə varmı? Əsərdə buna işarə var əslində. Burada bax, Tenardiyanın qonşularından bir qadın yolda qızına rast gəlmişdi. O geri döndüyü zaman evdə demişdi. Yolda hönkür-hönkür ağlayaraq gedən bir qadına rast gəldim. Elə bərk ağlayırdı ki, ürəyim qanla doldu. Yəni onun necə çətin bir vəziyyətdən keçdiyi aydın olur. Anasının Kozetta üçün qoyduğu pulu Tenardiyalar nəyə sərf etdi? Qoyduğu pulu təbii ki, özləri üçün sərf etməyə başlayırlar. Meyxananın işlərini həsr edirlər. Əsərdə yenə buna işarə var. Yazıb ki, onlara yenə pul lazım oldu. Tenardiya öz borcunu vaxtında verə bilmirdi. Yəni borclarını sərf edirlər. Onlar Kazetta ilə necə rəftar etməyə başladılar? Bu sizə necə təsir etdi? Yenə burada əsərdə göstərilib ki, 5 yaşına çatan kimi bütün evin qulluqçusu oldu. Yəni əvvəl yalnız 2 uşağın əziyyətini çəkirdi. Daha sonra bütün evin qulluqçusu olur. Soyuq qış gecəsində su ardında göndərilən qızcığazın vəziyyətini necə təsəvvür etdiniz? Onun keçirdiyi qorxu, həyəcan hissini duya bildinizmi? Təbii ki, burada yenə göstərilir ki, necə ola bilər? Yəni, qorxan bir insanın təsəvvürü necə ola bilər? Təbii ki, o çox qorxmuşdu. Qorxudan əsirdi deyə bilərik. Sonra dəqiqə harada qalmışdı? Yəni soyuq, qorxu dolu, yorğun, tənhalığa məhkum bir qız belə təsəvvür edə bilərik. Sonra baxaq buradakı testlərimizə. Fikirlərdən biri doğrudur. Tenardiyalar ər-arvad xeyirxah idilər. Bu təbii ki, yanlış bir fikirdir. Çünki hər ikisi qəddar və rəhimsiz idi. Sonra B variantında anası Kazetta üçün hər cür fədakarlığa hazır idi. Bunu düzgün cavab kimi götürə bilərik. Bəli. Yəni, çünki o əslində elədiklərini qız üçün eləyirdi. C variantı meyxanın işləri uğurla gedirdi. Xeyr, çünki əgər uğurla getsəydi, onlar anasının Kazetta üçün ayırdığı pulları borclarına verməzdilər. D variantı Kazettanı tərk edən anası sonralar onunla maraqlanmadı. Bu da yanlışdır, çünki o məktub yazmaqla qızını soruşurdu. E-də deyir ki, Kazetta anasını tez-tez xatırlardı. Əsərdə buna işarə yoxdur. Ona görə bunu düzgün cavab kimi götürə bilmərik. İkinci testi nədir? Fikirlərdən biri səhvdir. Tenardiya ailəsi daim borc və yoxsulluq içində yaşayır. Bunu səhvdir deyir. Tenardiyalar Kazettanın anasının əlacsız olduğunu anlayıb onu soyurlar. Bu da düzgün fikirdir. Kazetta 5 yaşında meyxananın qulluqçusu kimi işlədilir. Kazetta ana nəvazişinin nə demək olduğunu bilmir. Kazetta yalnız meyxananın qonaqlarına xidmət edir. Burada E variantını götürmək olar. Digərləri düzgün fikirdir. Çünki yalnız meyxananın qonaqlarına yox, elə evin qulluqçusu. Orada deyir, axı bütün evin qulluqçusuna çevrilmişdi. Sonra möhkəmlənmə zənginləşir. Əsərdə müəyyənləşdirdiyiniz eptet bənzədimlərdən daha maraqlı hesab etdiklərinizi cümlədə işlədib yazın. Cümlələrdə əsərdə oxuduqlarınıza münasibət bildirin. Baxaq, burada hansı təsvir vasitələri ola bilər? Mətnin içinə baxaq. Gözümüzə dəyənlərdən. Məsələn, şirin uşaq. Əsərin dili çox şirin idi deyə bilərik. Yəni, cümlə formasına salsaq.
Yanaqları almaya bənzəyirdi. Bu da bənzətmədə təşbehdir. Üzünün rəngi qızılgül kimi gözəl və sağlam idi. Bunu da götürə bilərik təşbeh kimi. Başqa gözümüzə dəyənlərdən hələ ki bunlar. Sonra baxaq digər suallarımıza. Əsərin birinci hissəsindən baxaq. Cümlələrdə əsərdə sonra nitqinizi, düşüncənizi zənginləşdirin. Bu da mənasını yeni öyrəndiyiniz. İkinci hissədə baxaq. Mətni oxuyun, təəssüratınızı bölüşərkən aşağıdakı sualları nəzər salın. Oxuduğunuz parçalarda hansı epizodları daha təsirli hesab edirsiniz? Nə üçün? Tenardi haqqında təsəvvürünüzə yeni nə əlavə olundu? Yolçu haqqında sizdə hansı təəssürat yarandı? Qısaca belə deyək ki, hansı epizod daha təsirli idi? Burada yenə hər öz fikrini yaza bilər. Yolçunun Kazettaya kömək etməsi epizodu çox təsirli idi. Yaxud da onun gəlinciyi hədiyyə etməsi, onu götürə bilərik. Tenardi haqqında təsəvvürünüzə yeni nə əlavə olundu? Onlar yəni yolçunun yanında Kazetta ilə o qədər də pis rəftar eləmirlər. Yəni rola girməyi də bacarırlar deyə bilərik. Yolçu da onun necə mərhəmətli bir insan olduğu görünür. Sonra yolçunun davranışı, hərəkətləri sizdə hansı təəssürat yaratdı? Yəni o təəssürat yaratdı ki, əslində yaxşılıq itmir, yəni mərhəmət hissi ölməyib hələ də. Kazettanı danışdıran yolçunun keçirdiyi hissləri duydunuzmu? Bunu necə izah edərsiniz? Onun danışdığı necə izah etmək olar? Belə izah edə bilərik ki, o səbirli idi, yəni onu diqqətlə qulaq asıb nə hiss keçirdiyini anlamağa çalışırdı. Xeyirxah biri idi. Kazettanın yəqin mənim heç vaxt anam olmamışdı sözləri yolçuya necə təsir edir? Cavabınızı əsərdən misallar gətirməklə göstərin. Yəni onun yolçu dayandı, bax, burada yazılır, vedrəni yerə qoydu, uşağa tərəf əyilib, çiyinlərini tutdu, diqqətlə üzünə baxdı, sanki onu tanımaq istəyirdi. Sonra oyuncağı çeçələ barmaq böyüklüyündə qalay qılınc olan Kazettanın həyatı, uşaq ömrü barədə sizdə yaranan təəssüratı necə izah edərsiniz? Təəssürat necə ola bilər? Ola bilər ki, yenə əslində Kazettanın yaşıtlarından fərqli olaraq adi bir oyuncağa möhtac olduğunu görürük. Sonra Tenardi xanım haqqında təsəvvürünüzə yeni nə əlavə olundu? Fikrinizi təsdiq edən nümunələr göstərin. O, bayaq dediyimiz kimi rola girməyə bacarırdı. Yəni, hətta güya ki, Kazetta ilə maraqlanır. Deyir ki, bəs sən necə oynayırsan? Daha doğrusu burada hansıydı? Burada deyir ki, olarmı xanım? Deyir ki, nə soruşursan? Bu sənindir. Bu cənab onu sənə bağışlar. Yəni, özünü elə göstərir ki, güya ki, Kazettanın nəyinsə maraqlanır. Eponina və Azelma Kazettaya necə münasibət bəslərlər? Bu münasibətin yaranmasına səbəb nə olub? Yaxşı münasibət bəsləmirlər, çünki onun həddini aşdığını düşünürlər. Kazetta onların oyuncağını götürdüyündə necə cürət etdiyini, necə cəsarət etdiyini düşünürlər. Buna səbəb də təbii ki, onun valideynləri olub. Onlar belə əvvəldən elə belə ruhda böyüdüblər uşaqlarını. Mövzularından birini seçib şifahi təqdimata hazırlaşın. Kazettanın taleyi haqqında nə düşünürəm? Bunu necə yaza bilərik? Kazettanın taleyi haqqında. Kazettanın əslində burada dediyimiz kimi verilməyib. Sonradan Kazetta bu Tenardi ailəsindən xilas olur.
və öz həyatını qurmağa başlayır. Öz həyatını qurmağa başlayır və sonda yenə özü kimi səfir biri ilə sevgi macərası yaşayır. İndi onlara yer verilməyib. Təqdimatı necə yaza bilərik? Məsələn, yaza bilərik ki, Kazettanın həyatı mənə göstərir ki, insan taleyi çətinliklərə baxmayaraq dəyişə bilər. Hər kəsin həyatında ümid və sevgi böyük rol oynayır. Kazettanın həyatı motivasiya və ilham mənbəyidir. İkinci təqdimatı nə yaza bilərik? Tenardiya ailəsi haqqında düşündüklərim. Tenardiya ailəsi əsərdə zalım, hiləgər obraz kimi təqdim olunur. Yəni onlar Kazet üçün əngəl təşkil edirlər əslində. Mənfəətçidirlər. Tenardiya ailəsi Kazettanın uşaqlıq illərini çətinləşdirir. Onlar Kazettanı istismar edir deyə bilərik və yaxşı şəraitdə yaşamırlar. Bu Kazettanın taleyini daha da çətinləşdirir. Tenardiya ailəsi ümumiyyətlə əsərdə, yəni oxucuya ədalətin vacibliyini göstərir. O göstərir ki, mənfi xüsusiyyətlə insanlar arasında qarşılıqlı münasibəti pozur. Yəni onların həyatı insana doğru düzgün yol seçməyin əhəmiyyətini göstərir. Belə yaza bilərik. Əsərin mövzusunu müəyyənləşdirməyə çalışın. Mövzusu haqqında nə deyə bilərik? Əsər yəni ədalətsizlik, yoxsulluq, sevgi, insanlıq dəyərləri üzərində qurulub. Yoxsulluq və sosial ədalətsizlik, bunu götürmək olar. Yolçu qadını Kozettanın anasını necə səciyyələndirərsiniz? Qadının anası əslində Fantinadır. Yəni o fədakar, səbirli, mərhəmətli bir anadır deyə bilərik. Onun həyat və seçimləri Kazettanın taleyində təsir göstərir. Sonra övladına yəni bunu dediyim kimi, Kazettanın taleyi kiçik dünyası sizdə hansı hisslər yaratdı? Hansı düşüncələr yaratdı? Deyə bilərik ki, Kazettanın taleyi kiçik dünyası məndə səbir, ümid, sevgi, insan içindəki gücün vacibliyini göstərdi. Yəni həm kədər, həm də ümid hissi yaratdı deyə bilərik. Sonra Tenardiya xanımın xarakterindəki başlıca cəhətlər hansılardır? Başlı cəhətlər o hiləgərdir, zalımdır, ədalətsizdir, hiləgər planlar qurur, mənfəətçildir. Yəni əsərdə mənfi tərəfi, dramatik hadisə göstərmək üçün təqdim olub əslində. Sonra yolçunu necə səciyyələndirərsiniz? Yolçu isə ədalətlidir, vicdanlıdır, fədakardır, mərhəmətlidir, güclü, iradəli bir obrazdır. Əsərdə onun xarakteri ümid, insanlıq, əxlaqın gücü simvoludur deyə bilərik. Əsərdə maraqlı hesab etdiyiniz təsvir ifadə vasitələrini burada bayaq göstərdiyimizi yenə yazmaq olar. Məsələn, şirin uşaq. Sonra baxaq bir necə idi cümləmiz. Olmadan, yəni bədii təsvir vasitəsi olmadan necə olar? Üzünün rəngi qızılgül kimi gözəl, sağlam idi. Olmadan necə olar? Üzünün rəngi gözəl, sağlam idi. Təbii ki, təsvir vasitəsi ilə işləyəndə cümlənin təsir gücü daha qüvvətli şəkildə deyilmiş olur. Təsir gücünü artırır. Sonra baxaq. Şeirdə əsas fikir, ideya nədir? Burada hansını seçə bilərik? Əsas fikir nə göstərə bilərik? Qısaca olaraq onu deyərik ki, burada düzgün cavab, mərhəmətli, xeyirxah olmaq insan üçün vacib şərtdir. Yəni, bu daha çox əsərin ideyası ilə bağlıdır. Yəni, mərhəmətli, xeyirxah olmaq. Çünki, belə deyək də, insan mərhəmətli, xeyirxah olduqda həm özü, həm də başqaları üçün həyat gözəl olur. Bunu demək istəyib əslində. Sonra, Kazet əsəri mənə nə öyrətdi? Mövzusunda müzakirə aparım. Bunu da qısaca deyə bilərik ki, səbirli və ümidli olmağı öyrətdi.
mərhəmət, yəni səbirli, mərhəmətli, ümidli olmanın önəmini, insanlara sevgi, kömək göstərməyin dəyərini öyrətdi. Bu qədər sağ olun.